Sosial yardım ala bilmirik. Bizi süründürürlər. Get-gəldə qalmışıq. Saatlı şəhər sakini Usubov Ceyhun Elmaroğlu Media TV Azmedia qrupuna müraciət edərək bildirir ki, onun səsini cənab prezident İlham Əliyevə çatdıraq. Elmar Usubov ona da qeyd edir ki, evdə gələcəyin 4 əsgərini, bir qız övladını böyüdür. Amma hansı maddi çətinliklərlə? Bunu bilən var? Deyir, bir gün qapımızı döyəcəklər. Vətənə övladın borcu var. Usubov Ceyhun Elmaroğlu'nu təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Usubov Ceyhun Elmaroğlu. Saatlı Minbaşırlı küçəsi Babək .ev 6. 5 dənə uşağım var. 4 oğlan, bir qız. Gələcəyin əskəri, zabiti. Mən burada müraciətim cənab prezidentimizə, İlham Əliyevə. Bunlara kömək edin, sosialla bağlı. Vallahi Saatlı'nın sosial müdafiəsinə getmişəm. Baxan yoxdur bizə, incidirlər bizi. Biz gedək kimə müraciət edək. Buradan üstürəm cənab prezidentimizə, sosial müdafiə nazirimizə. Mənə kömək edin. 4 oğlan, 4 uşaq oğlandı, bir qız. Azadlı vəziyyətdə yaşayırıq vallahi. Evdə çörək tapmırıq yemək, bizə kömək edin. Çox az nazarlı vəziyyətdə yaşayırıq, bizə kömək edin. Gedirəm vallahi kömək istəyirəm, ağzımı tutan vurub da arxaya qaytarırlar. Mən kimdən kömək istəyirəm? Azərbaycan vətəndaşı deyirəm mən kömək istəyirəm, cənab İlham Əliyevdən.